Səhv görmürsünüz, bu bizim qaldığımız evin mənzərəsidir. Hallstatın yaxınlığında Kəndiskoy bir yerdəyik ki, Hallstatın özündə qala bilmərik. Buradan birazdan Hallstata gedəcəyik. Amma ilk öncə sizə evimizi göstərim. Hocam, bu mənzərə nədir də yəni? Bu nədir? Bu nə deməkdir də yəni? Bu. Yəni ev çox retro style, hər şey çox otantik və orijinal antika. Çox xahiş edirəm. Bir də burada olan Tame game'ləri. Tame game'lər, table game'lər, game'lər. table. Sonra binokulumuz. Yəni bu nə üçündür? Uzaqda dağlara baxmaq üçün dəqiqliklə onun üçündür. Hal-hazırda evin ilk otağındayım. Burası zal və otaq gedir. Gördüyünüz kimi divandan bir yataq düzəldiblər. Bu zalımızdır. Və ev sahibi sağ olsun bizə bir dənə prosecco qoyub, onu da buzluğa qoyduq. Axşam partladacaq inşallah. Servantlarımızda bağlıdır bu arada, açılmır. Ev sahibi bizə güvənmir. Ayıb olsun deyəcəydim. Qablara bax, şotlara bax. Hocam, evin ən gözəl tərəfini sizə göstərdim. Tualeti ayrıca və hamamı da ayrıcadır. Canlar, burada müşfiq çılpaqlı deyil. Mətbəximizi tam çəkə bilmirəm, amma mətbəximiz də belədir, yəni. Mətbəximizi də görə bilərsiniz. Kiçik gözəl bir mətbəximiz var. İdeal. Balkonda da havalar. Bu da bir yataq otağımız. Burada Əkbər qardaşımla mən yatacağıq inşallah. Evə nə qədər verdiyimizi bilmirəm, amma onu da burada qoyacağam. Baxmamısınızsa ilk destinationımız olan Viyana vlogumuza da buradan baxa bilərsiniz. Sabah bu evi tərk edib İtaliyaya gedəcəm, amma bugün Hallstatın özünə gedib o gözəl mənzərələrin dadını çıxardacaq. Evimizdən bu qədər. Hamamda. Görəsiz. Uzunlamasını asmışam dəsmalı, o mənimdir. Yaxşı? İnanılmaz. Uşaqlar, tez bazar yemək yeməyə gəldik. Bella Milano'ya. Yeməyimizi yeyib daha sonra gəzintiyə davam edəcəyik. Çünki bu yer bizə yaxın idi. Bir də bura qayıtmaq istəmirik ayağından. Ona görə yeməyimizi yeyib qaçacağıq gəzməyə. Yəni ki, pizza çəkəz verəcəyik. Görək nə gəlir. 16 avro. 9 avro. Neçə avrodur bilmirəm. Böyük ihtimal 10 avro. 4 və 4 slotda 4 avroda 18 avro xərclədik siz bu ikisini. Abi çox da möhtəşəm görünmür pizza, amma məqsədimiz doymaq. Əkbər çox da bəyənmədi deyəsən. Bu arada xəmiri bərbaddır, bunu deyə bilərəm sizə. Yox. Burada pis deyil. Abi bura pis komment qoyandan Allah belasını versin. Bura 3.1 ulduz alır. Gözəl bəyəndim. Kalpaza zat gözəl dad verib. Gözəl. Normaldir, yəni bunu da yəni pis bişirmək mümkün deyil məncə. 11.90 ödədim deyəsən. 1.90 müəllim, ətsiz olan bir şey üçün məncə bahaymış. Məkana basan xaçların düz göbəyindəsən. deyəsən pendirin qeyri-adi dadı qalır, tam qalır bir də ağzımda. Lazanya zaten budur. Gözəl, pis deyil. Fikirlərinizi almaq istəyirəm. Sadəcə möhtəşəm. Söz tapa bilmirəm. Siz buranı Azərbaycanın hansı köşəsinə bənzədərdiniz? Quba, Qəbələ, Lənkəranda belə bir göl var. Lənkəranda var. Adını deyin. Deyəcəm indi. Xambulan? Xambulan? Məncə başqa bir şeydir. Qaranöhür yoxsa nəsə belə. Bilirəm. Lənkərandakı gölün adını bilənlər desin. Mən getmişəm ora. Mən getmişəm yadımdan çıxıb. Nohur Lake. Qəbələdədir Nohur sadəcə sonra. İllət şəhərdə yox da, yəni şəlaləsi, gölü, mənzərəsi, hər şeyi var. Yəni dayanmağa qələt edirsən, yəni ancaq şəkil çəkmək istəyirsən.
Uşaqlar, bu lənətə gəlmiş yerdə qəşəng mənzərə bitmir. Gəldik əsas o məşhur view olan yerə. Allah bəlanızı versin, möhtəşəm bir yer. Və burada bu binalarda qalan insanlar var, təsəvvür edə bilirsiniz. Qalırsınız burada və mənzərəniz budur. Qardaş, 100 il yaşayarsan da yəni bu mənzərəni, inanılmaz gözəldir, inanılmaz. Hallstattdan da bu qədər, çox kiçik bir yerdir, amma o qədər gözəldir ki, yəni dəfələrlə yanıb baxıb şəkil çəkdirmək istəyirsiniz. 3 saat falan bəs eləyir, 3 maksimum 4 saat bəs eləyir. Biz indi hal-hazırda geri qayıdırıq maşınımıza və gecəyə qalmamış evə getmək istəyirik. Çünki yol bura gələn yol bayağı çətin bir yoldur. Axşam oranı getmək təhlükəli ola bilər deyə. İndi qayıdacağıq. Şəkilli saçlar. Evdə yaxır. Uşaqlar, qısa bir hekayə danışım. 84 yaşlı nənə bizi binanın qabağında tutdu. Dedi gəlin veşlərim var, kömək edin. Singizlə qaldırmışıq veşləri yuxarı. Nənə 40 il qabaq bu evi alıbmış. Yəni buranı yox, bir apartment alıbmış bu binadan. Və deyir ki, mən öləndən sonra nəvəmə qalacaq deyir bu ev. Və evi artıq nəvəsinin adına yazdırıb və bizə göstərdi ki, soyadda nəvəsi. Bizə dedi aynən, bəs bu veşləri biz daşıdıq axı. Bizə də nəsə düşürmü burada? Arvad bizi çölə çıxartdı. Elə bildi ki, biz burada qalmırıq. Dedi dur gedin, maşınım oradadır. Sonra başa saldıq ki, biz burada qalırıq. Sonra gəldik öz evimizə. Şirin bir nənə, 84 yaşlı, Östəqay, Avstriyalı bir nənə. Gözəl bir xatirə. Gələk deyəriz, ay nənə, dur Öztəqə. 84 yaşı var, neçənci il doğumludur o? Oy, bir dənə hesablayaq. 1940 yox, 1942. 42-ci il. Nə? Ay, nənə 1942-də doğulub ha kişi. Nənənin qanında biraz narsistlik ola bilər ha. Nənənin nəvəsi Hitler imiş. Spermatozoid. Bizimlə qalın. Artıq gecədir, biz gedirik yatmağa. Davayçı. Ciao. Stay tuned. Stay tuned. Ciao. Ciao. Tschüss. Ciao Bella.